Azərbaycan xalqı. Bu Gədəbəy dediyim, bayaq da bir videoda da paylaşmışam. Burada nə yaratmaq olmaz? Bura meşəyə baxın sizlər. Baxın, bura qabaq döşkəylə. Burada yüzlərlə insan istirahət edə bilər. Bütün Gədəbəy, baxırsınız, nə qədər oran bir dənə görsün. Bütün Gədəbəy ayağının altında. Oraları görürsünüz, hamısı dağ, dərə, hamısı gözəlliklərdir. Amma heç kim gəlmək istəmir. Elə bir ki, Gədəbəy hansısa rayondan pisdir, o turizm olan rayonlardan pisdir. Şanlıqlara baxın. Aşağıda bir bulaq, yuxarıda bir bulaq. Hər bir şey. Bütün infrastruktur, bütün şərait var burada, hansı ki, istirahət eləmək. Amma heç kim gəlmir, məsafəni bəhanə edirlər, ay uzaqdır, nədir? Valla bu cür cənnət məkana görə deyərdim, bəlkə də 1000 kilometrdə gəlməyə dəyər. Allah Gədəbəyləri, bütün xalqımızı qorusun. Çalışın bu yay heç olmasa gəlin. İnşallah o vaxta qədər də dövlətimiz müəyyən bir qurumlar turizmdə bərpa eləyərlər, düzəldərlər. İnşallah biz sizləri gözləyirik. Var olun Azərbaycan xalqı. Gözəl Azərbaycan xalqı, var arasında gələn səlayla. Bu Gədəbəyin gözəlliyindən bunları hər bir şey eləyər. Her şey turizm inkişaf ediyor. Turizm güzel de bir gün ağırlayacak. Bizim rayonumuzda da turizmin güneşi çıkacak inşallah. Yani gelin, şükürler şəlaləmizdir. Bu hele ben size gösterdiğim Gədəbəy istirahət yerlərinin genel olarak bir faizidir. Yani gelin seyir eləyir. Mesafeye baksın, gelin seyir eləyir. Gədəbəy bu gözəl təbiətə malik olan bir rayondur. Allah sizi qorusun. Var olun. Gədəbəydən gəlirəm dağın arasıyla, yolda ciyər bayram edir bağın havasıyla. Mən Gədəbəydən gəlirəm dağın arasıyla, yolda ciyər bayram edir bağın havasıyla.